Zəfər tariximizin qəhrəmanlıq səhifələrini yazan igid vətən oğullarından biri də Amin Novruzovdur. O 2020-ci ilin Zəngilan uğrunda gedən döyüşlərdə göstərdiyi misilsiz şücaəti ilə xalqımızın yaddaşına qəhrəman kimi həkk olunub. O torpaqlarımızın azadlığı, vətənin bütövlüyü naminə canından keçərək şəhidlik zirvəsinə ucalıb. Düşmənin mövqelərinin darmadağın edilməsində ön sıralarda vuruşan Amin, Zəngilan döyüşlərində göstərdiyi igidliklə həm döyüş yoldaşlarına, həm də gələcək nəsillərə örnək olub. Onun qəhrəmanlığı Azad Zəngilanın, bütöv Azərbaycanın simvoluna çevrilib. Amin Novruzov 16 avqust 1996-cı ildə Balakən rayonunun Qullar kəndində anadan olub. 2003-cü ildə Balakən rayonu Qullar kənd tam orta məktəbinin 1-ci sinifinə qəbul olub. 2009-cu ildə Balakən rayonu Humanitar və Texniki Təmayüllü Liseyinin 7-ci sinifinə qəbul olub. 2014-cü ildə həmin liseyin 11-ci sinifini bitirib. 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildə baş verən aprel döyüşlərində savaşıb. 2017-ci ildən isə Dövlət Sərhəd Xidmətinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. Azərbaycan ordusunun sərhəd qoşunlarının kiçik giziri olan Amin Novruzov 2020-ci ilin sentyabrın 27-sində Azərbaycanın silahlı qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan vətən müharibəsi zamanı Füzulinin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amin Novruzov noyabrın 2-sində Zəngilan döyüşləri zamanı böyük şücaət göstərərək düşmənin 4 postunu darmadağın edərək şəhid olub. Balakən Şəhidlər Xiyabanında dəfn olunub. Tarix bizə pay ayırıb, odlar yurdu gözəl vətən. Damarımda qanım coşur Azərbaycan kəlməsindən. Dahilərin ölməz eşqi milyonların dodağında. Biz gedirik gələcəyə istiqlalın sorağında.